Salam. Bugün 9 Mart 2026-cı il 11-ci illərə düşmüş buraxılış testlərinin izahını verəcəyik. 15 Martda da imtahan verən hər bir abituriyentə uğurlar arzulayırıq. Deməli, başlayaq ilk sualdan. Birinci sualda bizə deyir ki, 828 çıxılsın 72-nin kvadratı, 828-in kvadratı çıxılsın 72-nin kvadratı bölünsün 378. Sadə tip suallardandır. Deməli, müxtəsər vurma düsturlarına görə bir dəfə bunu yazar 828 çıx 72. 828 üstə gəlinsin 72. Bölünsün 378. Bərabərdir. 828-dən 72 çıxsa 756. Vurulsun 828 ilə 72 gələndə ilə 900. Bölünsün 378. 758 ilə 756. 756 ilə 378 ixtisar gedər. Burada qalar 2. 2-ni də 900-ə vuranda 1800. Ayın ədədi silsiləsində A13 bərabərdir A13. Bərabərdir 58. A28 isə bərabərdir 28-ə. Bizdən isə deyir ki, silsilə fərqini tapın. Biz belə bir düstur öyrənmişik. A-N çıx A-K bölünsün N çıx K bərabərdir silsilə fərqini. O zaman A28 çıxılsın A13, yəni 28 çıxılsın 58 bölünsün 28 sıra nömrəsi çıxılsın 13. 28-dən 58 çıxanda elədir mənfi 30. 28-dən də 13 çıxanda 15. O zaman 30-u da mənfi 30-u 15-ə böləndə eləyir mənfi 2. Doğru cavab B variantında. Yuxarıki sualda da doğru cavab neçədə idi? C variantındaydı. Növbəti sual. Deməli, 62, 63 üstə. Kosinus 38 üstə gəlinsin, kosinus 18-i tap. Kosinus alfa plus beta, kosinus alfa plus kosinus beta bərabərdir 2 kosinus alfa plus beta bölü 2 vurulsun kosinus alfa minus beta bölü 2. O düsturu tətbiq eləsək, 2 vurulsun kosinus 38 plus 18 dərəcə bölünsün 2 vurulsun kosinus 38 dərəcə çıxılsın 18 dərəcə bölünsün 2. Bu da bərabərdir. 2 vurulsun kosinus 38, 18 eləyəcək 56, 30, 40, 56. 56-nın yarısı 28 dərəcə vurulsun. 38-dən 18, 20, yarısı isə 10 dərəcə. 10 dərəcə. Doğru cavab deməli D variantında. 64-cü sualda ABC üçbucağında M-in paraleldir nəyə? AC-yə. Olarsa AC 20. Deməli, bura 20-dir. B-in bura 8-dir. N-si bərabərdir 17. Burada oxşar üçbucaqlar yaranar. Alfa, alfa. Bura beta olsa, burada beta olar. Bura qamma. Deməli, M, B, N üçbucağı ilə ABC üçbucağı oxşar üçbucaqlardır. Onda alfanın qabağındakı 8-in alfanın qabağındakı 25-ə nisbəti bərabər olacaq M-nin, bizdən M-ni istəyir də, M-nin 20-yə nisbəti. Deməli, 25 ilə 20-nin yerində ixtisar edir. Burada nə qalır? 5, burada 4. Onda 5M-in bərabərdir 32, M-in də bərabərdir 32-ni də 5-ə böləndə 6,4. Doğru cavab A variantı. Prizmanın həcmi 120 kub santimetr, hündürlüyü isə 8 santimetr. Prizmanın oturacağın sahəsini tapın. Prizmanın həcmi V bərabərdir. S oturacaq, vurulsun H. Bu da bərabərdir 120 verir. H-ın yerinə nə yazacağım? 8. Onda S oturacaq, vurulsun 8 bərabərdir 120. S oturacaq bərabərdir 120 də 8-ə böləcəm 15. Doğru cavab A variantı. 66-cı sualda yenə sadə tip sualdır. Yeni 40 uzunluğu K olan düzbucağın perimetrini tapın. Düzbucağın perimetri P bərabərdir 2 A plus B. Yəni
Əgər bura A-dır, bura B-dirsə, qarşı tərəflərin cəmini 2-yə vururuq. Onda bir tərəfini, yəni enini 40 verib, uzunluğunu da nə verib? K. Onda eyni düsturu tətbiq edin. 2 vurulsun 40, üstə gəlinsin K düsturu ilə. Nədir? Tapa bilərik. Doğru cavab C variantından. 67, 17 ilə 23 arasında, amma 17 daxildir. Natural ədədlərin sayını tapın. 23 çıxılsın 17. Bu da bərabərdir 6. Çünki biri aiddir, digəri aid deyil. Biri aid, digəri aid olmayanda çıxıb saxlayırıq. Yəni, belə də saymaq olar. Doğru cavab C variantı. Sinifdə 24 şagird var. Bu şagirdlərdən 2 növbətçini neçə müxtəlif üsulla seçmək olar? Deməli, cəmi sinifdə 24 şagird var. Gördüyümüz kimi burada sadəcə seçim var, yer dəyişmə yoxdur. Əgər yer dəyişmə olsaydı, biz nə yazardıq? Permutasiya 24-dən 2. Amma belə yazmayacaq. Olacaq kombinizon 24-dən neçə 2. Əgər desəydi, 2 növbətçini, daha doğrusu, bir növbətçi, bir onun köməkçisi və s. Fərqləndirmə olsaydı, onda permutasiya ilə yazardı. Onda oldu 24 faktorial bölünsün 2 faktorial çıxılsın. 24-dən də 2 çıxdıq 22 faktorial. Bunu da yazarıq 24 vur 23 vurulsun 22 faktorial bölünsün 2 vur 22 faktorial. 22 faktoriallar buradan ixtisar olar. Deməli olacaq 24 vur 23 bölünsün nəyə? 2-yə. Bu da olar 12 vur 23. 12-ni 23-ə də vuranda neçə eləyər? 276. Doğru cavab C variantından. 68 idi, bu oldu 69. 69-cu sualda 40%-i 4,5 vur 1,3-də 2 üstə gəl 2,5 ifadəsinin qiymətinə bərabər olan ifadəni tapın. Onda 4,5 vurulsun, bunu yazarıq 3-də 5, üstə gəl 2,5. 4,5 ilə ixtisar eləsə, vurur 1,5 eləyər. Vurarıq 7,5, üstə gəl 2,5. Bu da elədi 10. 40% olan ədəd tapmaq üçün faiz 100-ə vurub faiz göstərən ədədə nə edirik? Bölürük. İxtisar gedər. Burada da 4 ilə ixtisar gedər. Nə qalar? 25. Doğru cavab E variantında. Şəkildə verilənlərə görə alfa bucağını tapın. Deməli, 40-dırsa bura nə qədər? 80. Yeni geri qaydanda bura nə qalacaq? 40 dərəcə. Çünki eyni qövsə söykənən sonsuz sayda bucaq var və bunların hamısı bir-birinə nə olur? Bərabər olur. Ən sadə tip suallardan biridir. Doğru cavab B bəndində. Sinüs 60 dərəcə çıxılsın, kosinüs 30 dərəcə. Uşaqlar, bəli, buna da mürəkkəb deməliyik əlbəttə. Çünki hal-halı demək olar cədvəldə olan sualdır da. Sinüs 60 dərəcədə kökdə 3 böl neçədir? 2-dir. Kosinüs 30 dərəcədə neçədir? Kökdə 3 böl 2-dir. Onda kökdə 3 böl 2-dən çıxsaq, kökdə 3 böl 2-ni bu da nə eləyər? 0 eləyər. 72. Deməli, 2-nin üstü kök altda 2, bunun da üstü neçədir? Kök altda 2. 2-nin üstü, kök altı qüvvətin nə edirik? Bir-birinə vururuq da. Kök altda 2 vur, kök altda 2. Bu da elədi 2-nin üstü 2, bu da bərabərdir nəyə? 4-ə. Deməli, bu iki suallar, yəni mürəkkəb demək olmaz da, hələ ki, yəni gündəlik abituriyentin işləyəcəyi suallardandır. Hətta daha ondan aşağı suallar var. Mənfi 2x kiçik bərabərdir 8. Hər tərəf mənfiyə böləndə nə olacaq? Olacaq x böyük bərabərdir mənfi 4. O zaman bərabər də daxildirsə, onda D variantında da mənfi 4 ora nə olacaq? Ən kiçik həlli deyirsə, mənfi 4-ə bərabərdir. Konusdur. Konusun doğuranı 10 kök altda 3'dür. Konusdur. Konusun doğuranı 10 kök altda 3. Oturacaq müstəvisi ilə 30 dərəcəli bucağı əmələ gətirir. Biraz yaxşı çəkməliyik burada, yenidən çəkək. Oturacaq müstəvisi ilə 30 dərəcəli bucağı əmələ gətirir. Konusun oturacağının radiusunu tapın. O zaman biz buradan hündürlük çəksək, bura 10 kökdə 3-dürsə, 30 dərəcənin qarşısındakı 5 kökdə 3 olar. Burada 60 dərəcə. 60 dərəcənin qarşısındakı 5 kökdə 3 vur, kökdə 3-də. 30, 60, 90.
Bu da nəyə bərabərdir? 15'e. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Yəni 10 kökdə 3'dür. Bura olar 5 kökdə 3. 60 dərəcənin qarşısındakı katet isə kök altda 3 dəfə 30 dərəcədən nədir? Çoxdur. Bu da neçə elədi? 15. Doğru cavab 15. 74-cü sual. 75'e baxaq. Deməli, üslü tənlikdir. Daha doğrusu üslü bərabərsizlikdir. Birincidən nəyi çıxardaq? 2'nin üstü x'i çıxardaq. Qaldı 2'nin kubu, yəni 8 çıxılsın 6. İkincidən isə 3'ün üstü x'i çıxardarıq. Nə qalar? 3 çıxılsın 1. Onda 8'dən 6 çıxdı 2. 8'dən 6 çıxdı 2. 2'lər neynədir? İxtisar elədi. Oldu 2'nin üstü x. Kiçikdir 3'ün üstü x. Hər tərəfi nəyə bölsək? Bölsək 3'ün üstü x-ə. 3'ün üstü x-ə. Oldu 3'də 2'nin üstü x kiçik bərabərdir 1'də. Bunu da yazarıq. 3'də 2'nin üstü x kiçikdir. 3'də 2'nin üstü nədən? 0'dan. 1'i 0 kimi, 3'də 2'ni 1'i 3'də 2'nin üstü 0 kimi yaza bilərik. Əsaslar 0-1 arasında olanda bu nə olurdu? Bərabərsizlik tərs düşürdü. Onda x böyükdür. Nədən? 0'dan. Görək nə soruşur bizdən? Ən kiçik tam həllini soruşur. 0'dan böyük ən kiçik tam həldə nə olar? 1 olacaq. AB 2 rəqəmli ədədləri üçün kök altında AB natural ədəd olarsa, belə AB ədədlər arasında təsadüfən seçilmiş bir ədədin tək ədəd olması hadisəsinin ehtimalını tapın. Deməli, natural ədəd olarsa, onda kök altında AB əgər daxildirsə n çoxluğuna, düzdürmü? Baxaq, 2 rəqəmli ədəddir. 1'in kvadratı 1, 2'nin kvadratı 4, 3'ün kvadratı 9, hamısı tək rəqəmli ədəddir. Onda 4'ün kvadratı, yəni kök altında 16, kök altında onda 25, kök altında 36, kök altında 49, kök altında 64, kök altında 81. Aha, növbəti daha yoxdur. 6 dənə ədəddir. Təsadüfən seçilmiş bir ədədin tək ədəd olması ehtimalı tapın. Onda bu 4'dür, bu 5'dir, bu 6'dır, bu 7'dir, bu 8'dir, bu neçədir? 9'dur. Tək. Onda hadisənin ehtimalı bərabərdir. Əlverişli hallar bölünsün nəyə? Mümkün hallara. Bu da bərabərdir uşaqlar. Tək ədədləri sayırıq. 5'dir, 7'dir və neçədir? 9'dur. Neçə dənədir? 3 dənədir. Ümumi ədədlərimizdə neçədir? 6'da 3. Bu da bərabərdir 2'də 1. Bu da 0,5. İkinci, 77-ci sualda. Loqaritma, yazarıq bunu. Loqaritma 3'ün üstü 4 demə indeksi yazdıq. Bunu da yazarıq 2'nin kubu şəklində. Bölünsün. Loqaritma 3'ün üstü 2, 2'nin üstü 5 şəklində bərabərdir. 4 qarşıya 4'də 1 kimi düşəcək. 3 olduğu kimi 4'də 3 vurulsun. Loqaritma 3 əsasa görə 2. Bölünsün. 2'də 5, 2'də 5 loqaritma 3 əsasa görə necə? 2 kimi bərabərdir. Böləndə nə edəcək? Tərsinə vurarıq da. Onlar 4'də 3 vurulsun. Neçə? 5'də 2. Loqaritma 3 əsasa görə 2. Böləndə, uşaqlar, baxın. Loqaritma 3 əsasa görə 2. 1 bölünsün loqaritma 3 əsasa görə 2. Bu nəyə bərabər olacaq? Loqaritma 2 əsasa görə 3. Onda bunu da ilə loqaritma 2 əsasa görə 3 şəklində yaza bilərəm də. Çünki yerlərini dəyişib yazırıq da. Bax. Loqaritma A əsasa görə B bərabərdir 1 bölünsün. Loqaritma B əsasa görə A şəklində yaza bilərik. Onda bunlar tərs ədədlərdir. Bunların aslı neynədir? 1 elədir də. 4'də 3'ü 4'lə 2'ni ixtisar eləsə, neçə eləyəcək? Məxrəcdə 2, 5'in 10, 10'da 3, vur 1. Bu da bərabərdir 0,3. 78'də. X bərabərdir mənfi 0,4 olarsa ifadəsinin qiymətini tapın.
Deməli uşaqlar yazaq 10 vurulsun 0,4-ün mənfi 0,4-ün kvadratı çıxılsın 5 vurulsun mənfi 0,4-ün modulu üstəgəl 3 bərabərdir. 0,4-ün kvadratı 0,16 ona vurduq neçə elədir? 1,6 çıxılsın. 5-i 0,4 eləyər də modulu. Çünki müsbət çıxacaq. 5-i 0,4-ə vuranda 2, üstə gəlinsin 3. 1,6 üstə 3 gəldik. 4,6, 2 çıxdıq. 2,6 doğru cavab. Deməli, keçək ətraflı sualların izahına. Burada bir yer harda saxlayaq. Burada deməli, keçək klaviaturanı dəyişək. Burada yazıb silərik. Deməli, aralarındakı məsafə 34 kilometr olan, A və B məntəqəsidir. Buradan bura nə qədərdir? 34 kilometr. Velosipedçi və piyada eyni zamanda hərəkətə başladılar. Qarşı-qarşıya hərəkətə başladılar. Qarşı-qarşıya hərəkətdə sürətlər toplanır normalda. A-dan hərəkətə başlayan velosipedçinin sürəti piyadanın sürətindən nə qədər? 8 kilometr çoxdur. Onda yazaq. V piyada bərabər olsun V-yə, V velosiped bərabər olsun V plus nəyə? 8-ə. Deməli, A-dan 24 kilometr C məntəqəsinə piyadadan tez velosipedçi. Deməli, velosipedçi A-dan 24 kilometr gəlib C nöqtəsinə. 24 kilometr. Deməli, buradan burada nə qədər qalıb? 10 kilometrin də piyada gedəcək də. Deməli, velosipedçi həm də 0,5 saat tez çatarsın. Onda uşaqlar, biz piyadanı yazaq 10 bölünsün V. Çünki bilirsiniz də, burada yazıram. T bərabərdir, S bölünsün V-yə bərabərdir. Bunu yazıram T1. İkinci isə S bərabərdir, S bölünsün V plus 8 isə nəyə bərabərdir? T2-yə. T1, T2-dən 0,5 çoxdur da, 0,5 saat çoxdur. Onda 24 bölünsün V plus 8 aralarındakı saat fərqi nə qədərdir? 0,5'ə. 0,5'ə. Deməli, orta məxrəc V plus 8 gətirsək, bu tərəfə bölsək oldu 10V plus 80, 10V plus 80 çıxılsın 24 V-yə. Bərabərdir. Elə bunu da yazaq 2-də 1 kimi. Çarpaz vursaq olacaq V kvadratı plus 8V. 2-ni vursaq ondan 24 çıxdıq. 14, 14'ü 28'ə vurduq. 2'yə vurduq. Daha doğrusu 28. Mənfi 28V üstə gəlinsin. 2, 8'in 16 yəni 160. Oldu V kvadratı üstə gəlinsin. Keçsək bu tərəfə 36V çıx 160 bərabərdir nəyə? 0-a. V-yə yazsaq V1, V2 kökləri cəmi mənfi 36 kökləri asılı neçə? Mənfi 160. Onda mənfi 40 müsbət V2 də nəyə bərabərdir? Müsbət 4. Əlbəttə mənfini götürməyəcək. Çünki mənfi sürət ola bilməz. Deməli V bərabərdir neçə? 4-ə. Bizdən görə hansının sürətini soruşur? Piyadanın sürəti, elə piyadanın sürətini V qəbul eləmişik. Onda doğru cavabı neçə elədir? 4. Deməli, keçək 80-ci suala. ...24 nəfərdən ibarət işçi qrupunda qadınların yaşlarının ədədi ortası 21. Deməli, qadınların yaşlarının ədədi ortası 21. Kişilərin yaşlarının ədədi ortası 29.
Qrupdakı bütün işçilərin yaşların ədədi ortası isə 26-dır. Qrupda neçə nəfər kişi var? Deməli, qadınları qəbul eləsə x. Onda qadınların yaşları cəmi nə olacaq? 21 vur x. Onda bu x isə, bu da olarmı da yaşları cəmi sayı. Bu da olar 24 çıx x yazaq da, düzdürmü? Çünki qadınlar x isə cəmi 24'dür, 24 çıx x olacaq. Toplasaq 29 vurulsun. 24 çıx x, yaşları cəmi də 24 nəfərdir. Orta yaşda, ümumisinin orta yaşda nə qədərdir? 26. Deməli, qadınların yaşlarının cəmi, kişilərin yaşlarının cəmi bərabər eləməlidir ümumi yaşlarının cəminə. Onda 21x üstə gəlinsin 29 vur 24 çıx 29x bərabərdir 24 vur 26. 21-dən 29 çıxdıq, mənfi 8x bərabərdir 24 vur 26 çıx 29 vur 24. Mənfi 8x bərabərdir. Buradan 24'ü çıxarsaq mütərizə xaricində nə qaldı? 26 çıx 29. Mənfi 8x bərabərdir. 24 bura 3 eləyirdi. Mənfi 3, mənfi 72. X də bərabərdir neçəyə? 9'a. Bizdən kişiləri soruşur, yoxsa neçə kişi var? Onda kişiləri tapmaq üçün 24'dür cəmisi. 24'dən də 9'u qadınlar çıxsaq, 24'dən 9 çıxanda neçə elədi? 15 kişi olacaq. Keçək 81-ci suala. Deməli, fx bərabərdir ax kvadrat plus bx plus c funksiyasının qrafiki verilmişdir. Və funksiyasının qrafiki AC BC-yə nədir? Düzbucaqlı üçbucaq verilib, perpendikular. CO bərabərdir BO 25 vur AO-ya. Onda uşaqlar, x kiçiyi qəbul edəsən, burada nə olar? 25x olar. Parabolanın təpə nöqtəsini tapın. Burada düzbucaqlı üçbucağı nəyəsə görüb verir də, düzdürmü? Biz belə bir düstur öyrənmişdik. H kvadratı bərabərdir nəyə? M vur n-ə. Onda C10'u da nə verib bizə? 5 verib. 5 veribsə 5'in kvadratı bərabərdir. X vurulsun məsafə olaraq 25 vur x. Çünki amma əksinə A nöqtəsi mənfidir də. Bu x-i mənfidir. Amma məsafə olaraq müsbət seçirəm. 25x kvadratı bərabərdir 25'ə. X kvadratı bərabərdir 1. X bərabərdir plus minus 1. Aha. Deməli, plus 1'i qoyduq kənarada, düzdürmü? A nöqtəsi onda nədir? Mənfi 1, 0'dır. Çünki mənfisini seçə bilmirəm. Amma müsbət istiqamətə baxanda x-ə nə seçəcəm? 1 seçəcəm. B nöqtəsinin koordinatda onda neçədir? 25, 0'dır. Bizdən soruşur, parabolanın təpəsinin apsisini soruşur. Ya mən bu qrafiki təzə əldən qurmalıyam, yəni bu şəklə gətirməliyəm. A vurulsun, x minus plus 1 vurulsun, x minus 25, düzdürmü? Bərabərdir, y bərabərdir. Bu funksiyanı bu formaya gətirməliyəm. Bu biraz uzun çəkəcək, amma yenə eyni cavaba gələcəm də. M bərabərdir, mənfi B böl 2'a. Amma buna ehtiyac yoxdur. M-i soruşursa, burada bu parabolanın təpə nöqtəsi bura olar da. M. Onda bura mənfi 1'dir. Bu orta nöqtədir də, düzdürmü? Çünki bilirik də parabola. M-ə görə simmetrikdir də. X bərabərdir. M düz xəttinə görə simmetrikdir. O zaman elə birbaşa orta nöqtəni, yəni M-i tapmaq üçün biz mənfi 1 x-lərin cəminin yarısı ədəd ortasını taparıq, düzdürmü? Mənfi 1, 25, 24, 24'də 2'yə böləndə neçə eləyir? 12 eləyəcək. Yox, əgər artıq n-i soruşsa, mən məcbur idim, düzdürmü? Artıq burada qiyməti yazmalı üçün qrafiki mən qurmaq məcburiyyətinə qalacaqdım. Deməli, m-in qiyməti oldu 25.
81 idi bu. 82. Uyğun tərəfləri alfa və beta uyğun tərəfləri paralel olan müxtəlif adlı qamma və üzr sayın. Alfa və beta uyğun tərəfləri paralel olan müxtəlif adlı, qamma və fi isə uyğun tərəfləri paralel olan eyni adlıdır. O zaman uşaqlar növbəti cümlələri oxumadan yazaq bura alfa plus beta bərabərdir 180 dərəcə. Fi də bərabərdir nəyə? Qammaya. Çünki eyni adlıdırsa bir-birinə bərabərdir, müxtəlif adlıdırsa cəmləri 180. Digər tərəfdən qammanın dərəcə ölçüsü alfanın dərəcə ölçüsünə 20% az. 20%-ni demirəm. 20% azsa onda 80%-ni təşkil edir. Yəni 0,8 alfaya bərabərdir. Fi bucağı isə betanın dərəcə ölçüsünə 20% çox. 20% çox demək 120%-dir. Bunda ədədlə götürsə 1,2 beta olacaq. Alfa və betanın dərəcə ölçüsünü tapın. Bilirik eyni adlıdırsa onda bunlar nədir? Bir-birinə bərabərdir. Yazaram 0,8 alfa bərabərdir 1,2 betaya. Onda 8 alfa bərabərdir 12 beta, 2 alfa bərabərdir 3 beta. K əvəzləməsi aparsam alfa bərabərdir 3K, beta bərabərdir 2K. Toplasaq 5K bunların cəmi nə qədərdir? 180 dərəcədə yuxarı qeyd edirəm ki, K bərabərdir 36 dərəcə. Belə buradan sonra nə soruşur? Alfa və betanın hər birinin dərəcə ölçüsünü tapın. Alfa bərabərdir onda 3 vur 36 neynədir? 108 dərəcə. Beta bərabərdir 2 vur 36 bu da bərabərdir 72 dərəcə. Deməli doğru cavab 108 və 72-dir. 83-cü sualda. 83-cü sualda ABC üçgəni C bucağı 90 dərəcə. Bucaq. Onda A buradan yazaq. A, C, B olsun. C bucağı 90 dərəcədir. AD tənböləndir. Onda bura alfa, bura alfa. CD 2,4. AB 8,5'dir. Olarsa ABD üçbucağının sahəsini tapın. Bura x yazsaq, bura nə yazsaq? H yazsaq. Əvvəlcə yazaq SABD bərabərdir. X vuraq H bölək nəyə? 2-yə. Çünki 2də 1 AH-dır da. 2də 1 BD, bir sözlə BD vurulsun hündürlük AC-yə. Tənbölən xassəsinə görə H-ın nəyə nisbəti? 8,5. Yəni, bura A desək, bura B desək, bura M desək, bura N desək. A-nın B-yə nisbəti bərabərdir M-in N-ə nisbəti. Bərabər olacaq 2,4-ün X-ə nisbəti. Buradan X vur H bərabərdir 8,5 vur 2,4-ə. Gətirək yazaq buraya yerinə. 8,5 vur 2,4 bölünsün nəyə? 2. X-H tapmışam da artıq. Bu da elədir. 1,2 vur 8,5. 1,2-ni də vuraq 8,5'ə. Bu da elədir. 10 tam neçə? 10 tam 2. Deməli 83'də doğru cavab 10 tam 2'dir. Keçək 84-cü tapşırığa. 84-cü tapşırıqda uşaqlar nə var? A nöqtəsi K kvadratı çıx 4K və K kvadratdır. B nöqtəsi 12 çıx 4K, 32 çıx 12K nöqtələrini birləşdirən parçanın deyir orta nöqtəsi apsis oxunun mənfi hissəsi üzərində olarsa, deməli, belədir də, tutalım ki, bu nöqtələr belə keçirsə, x oxu üzərində nöqtə varsa, y nəyə bərabərdir? 0. Baxın, bu şeyə diqqət eləmək lazımdır. O x oxunu
hər hansı bir parça kəsirsə, kəsişdiyi nöqtədə y sıfırdır. O y oxunun kəsişdiyi nöqtədə isə x sıfırdır. Nağdı y-ləri ədədi ortası nə olacaq? Sıfır olacaq. Demək, orta nöqtəni tapmaq üçün biz bilirik də x1 üstəgəl x2 bölü 2 yazacağım. y1 üstəgəl y2 bölü nə? 2 düsturu ilə. O zaman başlayaq. Birinci x-lərə. Olsun k kvadratı çıx 4k plus 12 çıx 4k böl 2. Mənfi istiqamətində deyirsə, onda kiçikdir nə yazaram? 0 yazaram. Ola k kvadratı minus 8k plus 12, 12. Hər tərəfi də 2-yə vursam, elə bəri başdan kiçikdir 0 yazaram. K1 bərabər olsun 2, K2 bərabər olsun 6. İntervalı çəksək. Bura 2-dir, 6-dır. Plus, minus nə? Plus. Bizə də kiçik aralıq lazımdır. Onda K-nın qiyməti 100%, 2 və 6 arasında nə olmalıdır? Dəyişməlidir. Bunun nağdı yazdıq, sol tərəfə saxladıq. İndi ikinci, y1 üstəgəl y2, yəni k kvadratı üstəgəl 32 minus 12k bərabər olmalıdır 0-a. K kvadratı minus 12k plus 32 bərabər 0. Kökləri cəmi 12, hasili 32 olan ədəd. K1 bərabərdir 4, K2 bərabərdir nəyə? 8-ə. 4, 8, 12, 4, 8, 32, bəli. Deməli, K ya 4 ola bilər, ya 8. Başqa şansı yoxdur, düzdürmü? Çünki bu ikisindən biri olmalıdır. Onda 4 və 8-in hansı bu aralığa düşür? 8 əlbəttə düşmür. Ona görə 8-i çıxdıq. Nəyi tapdıq? 4-ü. Doğru cavab 4 olacaq. K-nın 4 qiymətində. Neçə idi? 84. Sonuncu 85-ci sual. Euler-Venn diaqramında A və B çoxluların elementlərinin sayı verilmişdir. A kəsişmə B yerinə nə yazacağım? 3x plus 4. Böyükdür B çıx A. 19 çıx 2x. Olarsa x-in natural qiymətləri üçün A çıx B-nin sayının ala biləcəyi ən kiçik və ən böyük qiymətlərin cəmini tapın. Bu tənliyi həll eləməzdən əvvəl xüsusi qeydimizi aparaq. Niyə? Çünki qalanları müsbətdir. Birincisi budur. Burada 2x plus 5 də böyükdür 0 olmalıdır. 3x plus 4 də böyükdür 0 olmalıdır. 19 minus 2x-dən olmalıdır? Böyükdür 0 olmalıdır. Bu şərtimizi yadımızda saxlamalı. Çünki bu elementlər deyil, elementlərin sayıdır. Keçək bu tənliyi indi həll edək. Olsun 5x böyükdür 15-dən, x böyükdür nədir? 4-dən. Onda x-in ən kiçik qiyməti nə olacaq? 4. A. 3-dən 4. Bəli, 4. Üzr sən. Texnik səhv elədim yuxarıdan. 15-i 5-ə bölündə 3 düşür. Deməli, 4 qiymətini yazaq. N A çıx B. N A çıx B-nin A çıxılsın B-nin yazaq 2 vur 4 üstəgəl 8. Bu elədi 13. Kiçik qiyməti qoyduq cibimizdədir. Keçək böyük qiymətinə. Gəlin buradan seçək. Mənfi 2x böyükdür mənfi 19. X də kiçikdir. 19-un yarısı neçə ilə? 9,5-dən. 9,5-dən kiçik ən böyük qiymət nə olar? 9 seçə bilərik. Onda yazaq n A çıx B-nin ən böyük qiyməti 2 vur 9 üstəgəl 5. 18 bu da 23. Nəticə etibarının 23 bu da neçə? 13. Neçə elədi? 36. Doğru cavab neçədir? 36. 15 martda imtahan verəcək hər bir abituriyentə uğurlar arzu edirik. Sağ olun, var olun.